bu bölmələrə baxanda tam baxın. Orada nəyi deyir, nəyi demək istəyir, nəyi demək istəmir. Sonra baxırsınız nəyə? Dönmə bucağını dedim. Sonra mənə period gəlir. Period nədir? Mən bir dövrü, çevrəmi dəfə dövr edir, nə qədər vaxta gedə bilərəm, onu təyin etmək üçün istifadə olunur. Bir tam dövrə sərf olunan zamandır. Skalyar kəmiyyətdir, sıfırdan fərqli bir qiymət alır və saniyə ölçənlə ölçülür. Və yadda saxlayırsınız ki, çevrə üzrə hərəkətdə periodla tezlik sabit qalır, temiz konstantdır. Və periodumuz heç vaxt nə zamandan, nə dövrlərin sayının asılı deyil. Dövrlərin sayının vahidi yoxdur, adsız kəmiyyətdir. Zaman vahidi 1 saniyədir, periodun da vahidi olur nə? 1 saniyə. Sonra baxırsınız məmələ, baxın bu hissəyə. Həmişə qarşılıq salan hissələrdən biri budur. Çevrənin hissəsini gələndə bu qiyməti necə alırsınız? Baxın, cisim əgər A nöqtəsindən saat əqrəb istiqamətində hərəkət edir. Bir dəfə dövr eləyəndə, məsələn, periodun düsturu buydu ki, kiçik t bölünsün n-dir. Mən buradan zamanı tapana nə edirəm? Periodu vuram dövrlərin sayına. Düzdürmü? Mən çevrənin hansı hissəsini gəlirəmsə, avtomatik olaraq gətirib o hissəni vururam perioda. Çevrəm bir dəfə tam dövr eləmişəmsə, n1 olanda elə bizim zamanımız nəyə bərabər olur? Periodumuza bərabər olur. A-dan B-yə çevrənin 4-dən 1-ni gəlmişəmsə, o zaman nə olacaqdır? 4-də 1 vurulsun t qədər olacaq. Və ya t bölünsün 4 qədər. Çevrənin yarısını gəlmişəmsə, yəni 4-də 2-si, ixtisar yerində 2-də 1-ni gələndə nə olur? T bölünsün 2 qədər. Çevrənin A-dan deyə 4-də 3-ünü gələndə nə olur? 4-də 3 t qədər olacaq. Bu sizə məsələlərdə biraz sonra çox kömək edəcək, yerdəyişmə yol məsələlərində. Ona diqqətli olursunuz. Sonra baxırsınız. Cismin məsələn, bu bayaqda dediyim asad qaydalarımız idi. Deyir ki, məsələn, 4-də 5 t hansı nöqtəyə düşər? 4-də 5 t deyirsə müəllimlər, bunu necə yazırsınız? 4-də 4 t üstə gəlsin 4-də 1 t kimi qeyd edin. 4-də 4 o deməkdir ki, gəlib A nöqtəsindən bir dəfə gəlib A-ya çatmışam. Qalır ikinci 4-də 1-im. Hara gəlib düşəcək o zaman nöqtəmiz? B nöqtəsinə gəlib düşəcək. Məsələn, deyir ki, 4-də 5 periodda. 4-də 5-i parçalayıram. Yazıram 4-də 4. 4-də 6. Məsələn, 4-də 6 deyirəm. 4-də 6 neçə yazıram? 4-də 4 üstə gələk neçə yaza bilərəm? 4-də 2 yaza bilərəm. Düzdürmü? Gəlmişəm bir dəfə bura çıxmışam 4-də 4 o deməkdir. 4-də 2 nə deməkdir? Çevrənin hansıya gəlmişəm? Baxın, gəlib C nöqtəsinə çıxmış oluram. Yəni, bu parçalamaya diqqətli olun, məsələlər sizə çox kömək olacaq. Sonra baxırsınız, saatın əqrəblərinin periodlarına. Məncə, bu periodlar barədə hamımızın məlumatımız var. Saniyə əqrəbinin periodu 1 dəqiqədir. Dəqiqənin periodu 1 saatdır. Saatın periodu 12 saatdır. Yerin öz oxu ətrafında fırlama periodu isə 24 saatdır. Bunların hamısına nəyə diqqətli olursunuz məsələlərdə? Vahidlərə. Məsələn, tutaq ki, məsələdə sizə dəqiqə deyirsə, hamısını dəqiqə ilə çevirməlisiniz. Saat deyirsə, hamısını saatla qeyd eləməlisiniz. Sonra, məsələlərin içərisinə sizə nə verə bilər? Saatın əqrəbinin uzunluğu sözü varsa, bilin ki, o əqrəbin uzunluğu həmin o çevrənin, həmin o saatın, dairənin radiusu rolunu oynayır. Məsələn, deyək ki, saat əqrəbinin period, uzunluğu, bilirsiniz ki, saat əqrəbinin radiusu deməkdir. Saatın dəqiqə əqrəbinin uzunluğu deməli, dəqiqə əqrəbinin radiusu deməkdir. Və ayağına da həmişə məsələlərin görəcəsi indeksində o dəqiqəni, saniyəni qeyd edin, çünki periodları tapana lazım olur. Sonra tezlik. Tezlik deyir ki mənə, mən bir saniyədə neçə dəfə dövr eləyə bilərəm, onu tapmaq üçündür. Vahid zamandakı dövrlərin sayıdır. Bu da skalyar kəmiyyətdir, sıfırdan fərqli qiymət alır. Düsturdan görürsünüz ki, periodun tezliyin düsturları bir-birinin tərsidirlər, qarşılıqlı tərs qiymətlərdirlər. Yəni, n bərabərdir 1 bölünsün t-dir, t bərabərdir 1 bölünsün n-dir. Vahidi də elə tezliyin, periodun vahidinin tərs qiymətidir. 1 bölə saniyə və ya 1 saniyə üstü mənfi 1 və ya 1 hertz deyir, amma hertzdən çox istifadə eləmirik, bilirsiniz. Hertzə mexanik rəqslər və dağlarda deyəcəyən çox. Tezlik də period kimi nə zamandan, nə dövrlərin sənin aslı deyil, amma özləri periodun tezlik qarşılıqlı tərs qiymətlərdirlər. İndi gələk bucaq sürətinə. Bayaq sizə dedim ki, ilk başdakı, o cisim dönəndə, çevrəni dönəndə müəyyən bir neyinir? Hərəkət edir də, müəyyən bir çevrə cızır, hissə gəlir. O hissəyə müəyyən bir bucaq döndü. Və ona dedik dönmə bucağı. Dönmə bucağına səhv edə sürəti deyirik bucaq sürəti. Omega bərabərdir. Fi bölünsün, delta fi bölünsün, delta t. Nə deməkdir? Dönmə bucağının, bu dönmə bucağından sərf olunan zamana nisbəti. Və burada bir dənə incəlik var ki, çevrə üzrə hərəkətdə omeganın da qiyməti sabit qalır və saniyə ölçənlə tapılır.
İndi buradakı incəliyə baxın müəllimlər. Cisim çevrəni bir dəfə tam dövr eləyəndə, o dedik ki, fi-nin qiyməti nəyə bərabərdir? 2pi-yə. Omeqanın əvəzinə 2pi, fi-nin əvəzinə yazıram 2pi. Zamanımız isə cisim 2pi, bir dəfə tam dövrün n1 olanda zaman perioda bərabər olur. Ona görə zamanın yerinə burada bir period əvəzləməsi apara bilərsiniz. Sonra 1 bölü t bilirsiniz, n verinə görə olur 2pi-n. Və yaxud da n-in düsturu, tezliyin düsturu n bölünsün t, 2pi qalır öz yerinə olur 2pi-n bölünsün t. Fi-ni tapanda omega vurulsun t kimi təyin edə bilərsiniz. Omegada period tezlik kimi heç nədən asılı deyil. Asılıdır nədən? Periodun tərs asılıdır, tezdən düz asılıdır. Amma fi t ilə düz asılıdır. Bucaq sürəti dönmə bucağının zamana görə törəməsinə bərabərdir. Yəni, tamam, məsələn, baxın, nümunə göstərmişim. 6/4 tənliyində törəmə alanda bizim deməli, buradakı 4 fi sıfırın qiymətidir. T-nin yanındakı qiymət bizə omeqanın qiymətini verir. Elə törəməsi bizə nə verir? 6. Sonra, bucaq sürətinin zamanla asılıq qrafikində, qrafikin altda qalan fiqurun sahəsi həmişə bizə verəcəkdir nəyi? Fi-ni. Yəni, nəyi? Dönmə bucağının qiymətini verəcəkdir. Sonra gəlirsiniz xətti sürətə. Xətti sürət nədir? Çevrəyə toxunan istiqamətdə yönəlir, hərəkət istiqamətində toxunur və radius vektoruna perpendikulyar olur. Çevrə ilə bərabər sürətli hərəkətdə sürət adından göstərdiyimiz kimi xətti sürət sabit qalır, modulu. Amma istiqaməti dəyişir. Düz halda dedik V bərabər S bölünsün T, çevrədə deyirik V bərabərdir L bölünsün T. L-in əvəzinə nə qoyuruq? 2pi çevrənin uzunluğu. Cisim 2pi-ni tam dövründə bayaq zamanı perioda bərabərlədir. Ona görə bunun əvəzinə bir böyük T yazırıq. 1 bölü T bizə n verir. Ona görə 2pi r olur. Bayaq aldıq ki, 2 bölü T bizə omeqanın qiymətidir. R də qalır öz yerinə. Ona görə omega vuraq r olur. Və bir də n-in yerinə böyük n bölünsün T yazırıq. Mən də buradan L bərabərdir VT tapanda, bax bu ifadələrin hamısını zamana vuranda mən çevrənin uzunluğunu alaram. Sonra L də V də n omega r ilə düz asılıdır, periodun tərs asılıdır, amma bərabərsizlik olduğuna görə VT-dən asılı deyil. Mərkəzə qaçma təcili. Radial istiqamətində çevrənin mərkəzi doğru yönəlir. Sürətə həmişə perpendikulyar olur. O da modulca sabit qalır. İstiqaməti dəyişir, amma qiyməti sabit qalır. Düsturu V kvadrat bölünsün R-dir. Mən həmişə yadda qalsın deyə nə deyirəm? Deyirəm yadına çıxanda düsturları qarşıq salanda sürətin düsturunun R-ində bir dənə kvadrat olmayan forması bizə verir mərkəzə qaçma təcilinin düsturlarını. Yəni, burada A-nın əvəzinə, V-nin əvəzinə 2pi r bölünsün T yazanda, baxışda bir dənə R var deyə, V-nin kvadratı olduğuna görə hamısı kvadrata yüksəlir. Olur 4pi kvadratı R bölü T kvadratı, 4pi kvadratı R n kvadratı. Bu, bax, bura, bu hissə. Omeqanın kvadratı yüksəlmiş formasıdır. Ona görə omega vuraq R. Bunu omega vuraq R yazanda bir omega R'miz bizə V verdiyinə görə omega vurulsun V. Burada da N'in əvəzinə n bölü T yazında bunların kvadratları olur. A bərabərdə omega V ifadəsində də məsələləri bu düsturdan çox görəcəksiniz. Topla da güvəndə də var. Omeganın əvəzinə 2pi bölünsün T yazıb V-yə vura bilərsiniz. Və ya 2pi N yazıb V-yə vura bilərsiniz. Və yaxud da omega qalar yerinə V-nin əvəzinə 2pi R-in və ya 2pi R bölünsün T yaza bilərsiniz. Bu artıq bizim məsələmizin şərtinə görə dəyişir. Təcilimiz V sabit olduğu halda, baxın buna diqqətli olursunuz. V kvadratı R-ə görə V sabit olduğu halda aynen R tərs asılıdır. Amma omegamız, N'imiz, T'miz, yəni bucaq sürətimiz, periodumuz, tezliyimiz sabit olduğu halda necədir? Baxın, düz asılıdır. Ona görə məsələdə verilənə baxın, deyir, verilmiş radiusu, deyir ki, verilmiş bucaq sürətinin sabit qiymətində sözü varsa A R-ə düz asılıdır. Amma desək ki, sürətin sabit qiymətində A R-in asılı, o zaman tərs asılıq götürəcəksiniz. Sonra bunlar lazım deyil. Bunlar məsələlərdə görəcəyik. Aha, gələk nəyə? Mərkəzə qaçma təcilin, mərkəzləri eyni olan çevrələrdə. İç-içə çevrə və qarşı ötürməli hissəsinə keçirik. Müəllimələr, əgər çevrələr bir-birinin içərisindəki ilə çevrə əmələ gətirirsə, bu tip çevrələr deyilir iç-içə çevrələr. Mərkəzlər eyni olan çevrələr. Bu çevrələrdə bir çevrə fırlananda digər çevrə də fırlanır. Və ona görə də periodu, tezliyi, bucaq sürəti, sayı, yəni dövrlərin sayı və dönmə bucaqlarımız eyni olur. Yəni fiillərimiz. Xətti sürətimiz, mərkəzə qaçma təcilimiz, yolumuz isə dəyişir. Və necə dəyişir?
mərkəzdən uzaqlaşanda onların qiyməti xətti olaraq artmağa başlayır və düz asılı olaraq